Keyimimiz, hukukumuz biridir. Şagirdidir hamamızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtdik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldır. Min arzuyla aşırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri. Hər anı bir ömrə bərabər sehirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmakta bizim üçün ne asandı ne asan. Xəbərsizlik ömrümüzə biz hələ tale yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla aşırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri
hörmətli kəndimizin sakinləri, 50 il bundan əvvəl məzun olmuş yoldaşlar, hər birinizə salam deyirəm, hər birinizə xoş gördük. Biz üçün xoşluq, qürur vericidir ki, siz bizi kəndimizdən kənarda, kəndimizdə, Respublikamızda, Respublikadan kənarda təmsil edirsiniz. Sizin üzərinizdə bizim müəllimlərimiz hansı ki, burada uzun müddət çalışırdı, iştirak edir. Hər birinizə təşəkkür. Bundan qalan ömrünüzü sağlam ömür kimi keçirməyi hər birinizə arzulayıram. Və xahiş edirəm ki, bir dəqiqədə sükutda şəhidlərimizin ruhunu şad edir. Allah rəhmət eləsin. Sizin dövrünüzün müəllimlərindən burada üç müəllim iştirak edir. Yaş ardıcıllığı olaraq ilk növbədə Yaşar müəllimə söz vermək istəyirəm. Öz fikirlərini, sözlərini buyursun sizlərə. Əziz məzunlar, sizi mən əvvələn təbrik edirəm. Sizin buraxılış çox olur. Şəfəq bəy qeyd elədi ki, çoxdur. İndi hamının gəlmək vaxtı olmayıb, imkan olmayıb. Gələnlərə də öz təşəkkürümüzü bildiririk. Siz böyük bir yubiley ilini, yadda qalan 50 illik bir yubiley, 50 il adamın həmişə yadındadır. 51 olabilir, yaddan çıxa bilər. 50 il həmişə yadda qalan rəqəmdir ki, sizin bu il orta məktəbi bitirdiyinizin 50 illiyi tamam olur. Mən sizə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Mən sizə yenə də təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi arzulayıram. Balalarınızın xeyrini görəsiniz, nəvələrinizin xeyrini görəsiniz. Allah sizin canınızı salamat eləsin. Allah sizin ömrünüzü uzun eləsin, gününüzü xoş eləsin. Sizi bir daha təbrik edirəm. 100 ömür yaşayasınız. 50 il 100'ü də təbrik edirəm. 50 il. Çox sağ olun müəllim, təşəkkür edirəm. Sağ olun, buyurun. Əvvəla hamımız bir yerdə xoş gəlmişik. Part arxasında sizi görmək bizim üçün doğrudan da sevindiricidir. Bizi birləşdirən Sovet cəmiyyəti olub. Yəni, mən o vaxtı sizin oxuduğunuz dövrdə müəllim komsomol təşkilatının katibi olmuşam. Qəmbərov ədalətdə şagird komsomol təşkilatının katibi olub. Protokol yazmağı, qələm tutmağı, sənət aformut eləməyi bir yerdə öyrənmişik. Mən belə deyərdim. Sizin hamınızı görməyimə şad oldum. Çünki mən həmən vaxtı sinif müəllim işləmişəm, sizə dərs deməmişəm. Ola bilsin, yeni 1 saat, 2 saat dərs deməmişəm sizə. Arada 1 saat, 2 saat olub beləncik. Ancaq faktiki, o vaxtı mən komsomol təşkilatı olmuşam. Sizin də həmən vaxtı cəlb eləmişəm ki, gəl komsomola ki, sinəm komsomolun işi belə oldu, filan oldu, bəsməkən oldu. O vaxt mən sizi xatırlayıram. Və həmişə də bir vətəndaş kimi xatırlayıram. Bir öz yaxınım kimi xatırlayıram. Öz şagirdlərim kimi xatırlayıram. Sizin hamınızı ürəkdən sevirəm. Balalarınıza can sağlığı arzulayıram. Allah sizin hamınızı xoşbəxt eləsin. Balalarınızı xoşbəxt eləsin. Sizə xoş gələcək arzulayıram. İndi belədir, həyat belədir. Biz qocalırıq, siz də bizim barizimizdə qocalırsınız. Bayaq pensiyaya çatmışsınız. Allah sizə uzun ömür versin. Sağ olun. Görməyinizə çox sağ olun. Allah ömür versin. Bütün şahitlere ben hoş geldin deyirəm hamısına. Hamısını Allah canına salamat eləsin. Mən demir olar ki, bunların çoxunu demişəm, dəst demişəm, çoxunu dəst demişəm, çoxunu tanıyıram. Bəzilərini deməmişəm. İntihası deyilənlərdən hamısından razıyam. Allah da razı olsun. Allah onlara kömək olsun. Belə. Sağ olun. Sağ olun. Zahid müəllim, siz də bir xahiş edirəm fikirlərini. Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Bugün
çox təqdirə layiq, gözəl bir gündür. İnanın, sizin qədər biz də sevinirik. Müxtəlif peşələrdə çalışmağınızdan, müxtəlif məkanlarda yaşamağınızdan asılı olmayaraq, orta məktəbi bitirdikdən 50 il sonra bir araya gəlmişsiniz. Bu, həqiqətən çox sevindirici bir haldır. Mən sizin hər birinizə can sağlığı, uzun ömür arzulayıram. Əziz yubilyarlar, 50 illiyiniz, yubileyiniz mübarək. Hamınızı təbrik edirəm. Hörmətli, əziz müəllimlərimiz, yenə kimi sizin qarşınızda biz həmişə həyəcanlı olmuşuq, bugün də həyəcanlıyıq. Sizi görməyimizə çox şadıq. Biz 2 ildir ki, biz bu tədbirin keçirilməsinə hazırlaşırıq. Bütün sinif uşaqlarımızla bir yerdə ki, Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalğanları ilə biz görüşək. Səxavət müəllim biz çox düzgün qeyd etdi. Mən o vaxt onun sinifdə oxuyanda, komşumun təşkilatı olanda, idarəçilik təşkilatı məsələlərin mən çoxun Səxavət müəllimə öyrənmişəm. Bilmədiyim şeylərdə Səxavət müəllimə öyrənirdim. Allah ona can sağlığı versin, can sağlığı versin. Bizim həyat dövrümüz, məktəb illərimiz çox bir maraqlı müəllimlərin dövrünə düşür. Başlayaraq Fətəli müəllimdən, sonra Əbülqasım müəllim, Məmmədiyar müəllim, Allah onların hamısına rəhmət eləsin. Baş gəldi Məmməd müəllim, indi hal-hazırda da sonra Yaşar müəllim, sonra da Səxavət müəllimdən də ki, biz işləmişik, Ədalat müəllimdən də. Çox mənalı bir bizim məktəb illərimiz olub. Şükür Allah'a ki, Allah Teala bizə bunu qismət elədi, 50 illiyimizi bizə qismət elədi. Biz sizlə görüşdük, sağ-salamat, sizə də can sağlığı arzulayırıq. Arzu edirəm ki, bundan sonra illərimizi sağlam canla, sağ-salamat görüşə bilək. Sağ olun. Digər kimin, Fərəz təbii, digər kimin yoldaşlarından söz demək istəyirəm. Hamınızı salamlayıram. Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Baxmayaraq ki, biz 50 ildir qutarmışıq, amma mənim gözümün qabağında elə 17 yaşım gəlir, 18 yaşım gəlir. Təəssüf ki, müəllimlərimizin çoxunu itirmişik. Bu həyatın qanunudur, biz nə edə bilərik? Allah hamısı rəhmət eləsin. O cümlədən sinif yoldaşlarımızdan da 10 nəfərə yaxın biz itirmişik qız doğulandı. Təəssüf ki, onlar bizdən iştirak edə bilmir. Onlara da Allah rəhmət eləsin. Mən bütün müəllimlərə təşəkkür edirəm. Çox gözəl devirdə oxumuşuq. Çox gözəl müəllimlərimiz olub. Məni indi də 1-ci sinifə qəbul eləsələr, gəlib oxuyar. Yəni, mən o qədər məktəbi sevirəm ki, çox həddən artıq. Mən burada qeyd etməliyəm, ən əsas Əlfarıq müəllimi. Allah rəhmət eləsin. Əlfarıq müəllimin sayəsində biz bir-bir hamının adını çəkmək istəmirəm. Hamına təşəkkür edirəm, əvvəldən dedim. Amma Əlfarıq müəllimə şəxsən, necə deyərlər, bütün 6 dənə qız komandamız vardı, o bizi idmana da hazırdır. O mənim yadımdan çıxmır. O çox biz onun sayəsində, hətta rayonda biz 3-cü yeri tutduq idman üzrə. Allah onu da rəhmət eləsin. Yenə deyirəm, sağ olsun müəllimlərimiz ki, məktəbi tikdirənin adına layiq müəllimlərimiz var, şagirdlərimiz var. Bizim hələ Bəylərbəyov adına məktəbin 90 illiyi olur, 37-ci ildə o məktəb tikilir. Ona hələ indiyə kimi negativ hal mən görməmişəm Bəylərbəyov adına məktəbdə. Negativ hal olmayıb. Buna görə də bütün müəllimlərə təşəkkür edirəm. Təəssüf ki, şagirdlərimiz olardı, biraz da onlara tövsiyə verərdik. Yoxdurlar, sağ olun, var olun, hamınızı salamlayıram. Bizi sağ olun. Əziz müəllimlərimiz, hörmətli sinif yoldaşlarımız, hamınıza xoş gəlmişsiniz deyirəm. Biz bu günləri 1976-cı il məzunu olaraq Masallı rayon Əli Bəylərbəyov adına Xıl Şənd Orta Məktəbində 50 il yubileyi, yəni qızıl yubileyi keçirməyə münasibəti ilə bütün sinif yoldaşlarımı təbrik edirəm. Onlara uzun ömür, sağlam can sağlığı arzulayıram. Xıl Şənd Orta Məktəbinin rəhbərliyi, yəni Ehtiram və Zahid müəllim və hətta bizim qocaman müəllimlərimizdən Yaşar müəllim, Səxavət müəllim, Ədalət müəllim öz o qızıl vaxtlarından bizə ayırdığına görə mən öz adımdan
bütün sinif yoldaşlarım adına onların hər birinə təşəkkür edirəm. Sizi görməyimə çox şad. Yaşar müəllim, Səxavət müəllim, Ədalət müəllim. O bizim Zahid müəllimi mən yaşı dolarım elə bilirəm. Sizdəki təbrik edirəm, direktorsuz. Çox sevindim Yaşar müəllimi, Səxavət müəllim, Ədalət müəllim sizi görməyə. Elə sağlam görməyə. Uşaqlarımızı da ki, valla o qədər həyəcanlıyam. Belə demək olar ki, titriyirəm. 50 ildir. Biz buradan ayrılmış. Mən şəxsən 50 ildir. 50 ilə yaxın kənddən ayrılmışım. Təsadüfdən təsadüfə gəlir. Çox çətindir. Amma uşaqlarımızı gördüm, çox sevindim. Rəhmətə gedənlərimiz var. Kədərləndim. Allah şəhidlərimizə də rəhmət eləsin. Nə deyim? Vallahi ürəyim doludur. Amma bir iki kəlmə ilə nə bildim ki, vəsilədir. Sağ olun. Hamımızı sağlam canım. Buyurun əlavə yenə kimin? Hörmətli müəllimlərimiz, sizə mən təşəkkür edirəm. Niyə? Ona görə ki, bizim hörmətli sinif yoldaşlarının dəvətini qəbul eləmişsiniz və zəhmət çəkib təşrif buyurmusunuz. Sonra əlavə təkrar təşəkkür edirəm. Niyə? Sizin biz şagirdlərlə vaxtilə çox zəhmətiniz olub, həqiqətən də bizə o müəyyən biliyi vermişsiniz. İndi birinci gündə bir kərə normal belə mənim özümə gəlir ki, xatirə günüdür. Xatirələri danışmağı mən qısa istəyirəm. Mənə dərs deyən müəllim burada Yaşar müəllimdir. Digərləri də sağ olsunlar. Yaşar müəllimlə bağlı gözümün qabağına gəlir. Siz müəllimləri baxanda mənim o 8-ci sinifdə oxuduğum vaxt olub. İndi burada 50 il deyirlər. Məndə 52 ildən. Deməli, Yaşar müəllim gözümün qabağına gəlir, o sinifdə necə dərs demək, lövhənin qarşısında necə dərs demək. Bir də sözdə Mesopotamiyadan danışardı, sanki o müharibənin zadı elə bir danışardı ki, sanki müharibənin özündədir, bizi də çəkərdi o müharibəyə, elə danışardı. Yəni, o daha təsirli olur, gözümün qabağına gəlir, elənçi o. Sonra Səxavət müəllim biologiya müəllimidir. Bayaq dediniz, keçmiş rəhmətə gedən müəllimlərdən Səxavət müəllimin timsalında biologiya müəllimidir. Sonra mənə biologiyadan deyib, rəhmətli Sabri müəllim Ağayev. Nənəmin qardaşı. Deməli, ondan da bir epizod danışmaq istəyirəm. Deməli, məni hər gün bu Sabir dayı məni hər gün dərsə çağırdı. Hər dərsdə dərsə çağırdı. Cəmaatın onda 1-2 dənə qiymət olardı. Məndə 5 dənə, 6 dənə. Axır bir gün getdim onun bacısını, nənəmə dedim. Ay nənə, sən bu Sabir dayı kaş qardaşın olmayaydı. Mənə hər gün çağırır. Nəysə dedi ki, sənin istəyir ki, yaxşı oxuysan filan filan. Eynən rəhmətli atam axşam işdən gələndə eynən o götürdü, şikayəti elədi, əgər buna şikayət demək olarsa atama, dedi ki, sənin oğlum mənə deyir ki, qardaşı çağır olmayaydı. Atam da nənəm deyən sözü dedi. Ondan sonra gündəliyi gətirib, gündəliyimi verdim, orada gördü 5 dənə 5'dir. O da dedi, hə, sənə 5 və bundan sonra 1 manat verəcəyəm. Düşünürəm, maraqlıdır, ona görə danışıram. 1 manatı verdi, sonra mən dedim, baba bu düz olmadı, məndə 5 dənə 5'dir. Ondan sonra 5 manat da verdi. Belə, nəysə. İndi sizə təkrar təşəkkür edirəm müəllimlərimiz. Mən də əsas bu məclis ondan ötər ki, xatirələr olsun. Mən də rəhmətli Sabri müəllimdən sonra Yaşar müəllimin dərs dediyimə görə belə xatırladım və ümumiyyətlə rəhmətli Sabir dayımla da danışdım. Belə. Sağ olun. Sağ olun. Müəllimlərimiz Allah eldən o qədər əski eləməsin. Eyni zamanda da Əli bəy Bəylərbəyev adına məktəbin kollektivinə, Ehtiram bəy başda olmaqla sizə təşəkkür edirəm ki, bizə bu şəraiti yaratdınız. Sinif yoldaşlarında dünyanın içində dəyişənlər də var. Allah rəhmət eləsin. Bugünkü gündə biz bunun qrupun qədrini bilməliyik. Yəni, il-bil görüşməliyik. 5 ildən, 20 ildən bir yox. Hər bir şey yada salaq ki, kollektiv qalan ömrünü belə birlikdə keçirsinlər. Çox sağ olun. O Nizaminin belə bir sözü var. Deyir ki, hər kəs ki, sənə elm edə təlim, sən də göstərməlisən ona təzim. Bizə dərs deyib, deməyən müəllimləri biz həmişə qulluğunda dayanmışıq. Allah da bilir, məndən çox yaşda kiçikdə var.
Mənə əmi desə də, ona mən müəllim kimi hörmətim olur həmişə. Zahid müəllimə, dərs deyib deməsə də. Bunlar nə deyib, hamısı deyilib, hamı öz yerində. Bizəm Hollandiyada Vahid, indi hal-hazır telefonda dayanıb gələ bilməyib, üzrlü səbəbdən. Moskvadan Musa Rıza, Qazaxıstandan Xıdır. Onlar hal-hazırda telefonun qarşısında dayanıb bizim zəngimizi gözləyirdi. Arif Allah şəfa versin, mənim dostumuz, qardaşımız ürək aparıcısı olub gələ bilmədi. Yəni ki, bunları hamısı yad eləmək lazımdır. Ehtiram müəllim. Arxan. Təşəkkür edirəm sizə. Müəllimlərim, sizin qulluğunuzda həmişə hazır durmağa da belə piyoner kimi. Piyoner xalqını mən vurmamışam ömrü boyu. Onun kimi. Hazır ol, sağ olun. Şəfəq həmişə əlaçıydı, əvlarından təşkilatçıydı. İdmansıydı. İdmansıydı, hər tərəf. Aynen öyle. Müəllimimiz qalsaydı əlfədə, bizə idmandan da bir dənə fragment göstərdik. Mən demirəm vəzifə borcumuzdur, vətəndaşlıq, insanlıq borcumuzdur. Hər zaman hər birimizin qulluğunda hazır. Sağ olun. Çox belə gözəl bir gündə, virtual da olsa sizin sıralarınızdayam. İnşallah gün o gün olar, real aləmdə sizinlə çiyin-çiyinə olmaqdan çox məmnuniyyət duyuram. Hər birinizə ayrı-ayrılıqda can sağlığı arz edirəm, gözəl qardaşlar, gözəl bacılar. Sağ olun.
başladı düzəlməyə. Burada sağ olsun uşaqlar. Mübariz, hamısına var deyə bilmərəm. Hərəsi 2-3 nəfəri tapdı. Təklif sizdən olur, qurucular çox. Sağ olsun. Elə bir ki, mənlə Arxanın qurduğumuz işə bunlar hamısı təkran verdilər. Sağ ol. Hamısı təkran verdilər. Sağ ol. Bu qızların yığılmağında mübariz şeydir. Hamı. İndi bu Arxan, indi Allah ona şəfa versin. Gələ bilmədi. Arxan, sənin əvvəlcə yiyəcəyəm, içəcəyəm, eləyəcəm, hə? Sonra gələn səfdə sən gələndə mənim yerimi yeyərsən. Bax, hamımızın yeri görsəniz burada, Arxanın da, Vahidin də, Musafcanın da, Xıdırın da. Əzabından deyimərəm, var böyle nişanım mənim. Bu çolub gəzlib, sönüb sabahım, axır gözlərimdən yaş gilə-gilə. Mənim günahımdır, mənim günahım, sevmişəm qəlbini, daş bilə-bilə. Aman ay, aman ay. Çox hörmətli sinif yoldaşlarım, əziz qardaşlarım, bacılarım. Bir bilsəz ki, nə qədər sevinirəm. Allah hamd olsun. Biz 50 ildir görüşmürdük. Haradaydık? Haradaydık biz? Niyə görüşmədik? Bir 10 il keçərdi, 20 il. Heç birimizin xeyir işində görüşməmişik. Ya şər işində görüşməmişik. Yenə qurban olma Allah, şükür Allah'ın böyüklüyünə bu günə qismət imiş. Mən çox şadım, çox hər birinizi ayrı-ayrılıqda görməyə, belə səs eşitməyə o qədər sevincliyəm. Allah'a o qədər də kədərliyəm. Niyə kədərliyəm? Uşaqlarımızdan əsliyik, yoxdur uşaqlarımızdan, rəhmətə gediblər. Allah rəhmət eləsin hamısını. Allah rəhmət. Sevincliyəm ki, hamınızı görürəm, ay Allah, nə gözəl. Rafiq qardaşım dedi ki, mən bu sözün əleyhinəyəm həmişə ki, hər yaşın öz gözəlliyi var. Bunu yenə də özüm üçün təsdiqləyirəm, özümə görəyəm, deyirəm. Rafiq qardaşım dedi, xeyr, hər şeyin, hər yaşın öz gözəlliyi var. Baxıram ki, düz deyir. Həqiqət də var, Rafiq qardaşımın sözündə. Gözəldir, nəyi pisdir, çox gözəldir. Baxıram, hamımız bir-birimizdən gözəl. Simanız o qədər yaxşı görünür ki, o qədər təravətlisiniz ki. Çox sevinirəm, çox bugünkü günü təşkil edənlərə minnətdaram. Bax, qardaşım Ədalət, Arxan deyir, Rəziyə, Mübariz qardaşım, çox böyük zəhmət çəkmişsiniz hamınıza, ayrı-ayrılıqda. Çox təşəkkür edirəm. Vallahi bu günü heç vaxt gözləməmişdim. Nə yalan deyim. Heç vaxt gözləmirdim ki, bizim əlilliyimiz ola bilər, biz bir yerə yığışa bilər. Bəlkə siz gözləyirdiniz, mən bilmirəm. Mən gözləmirəm. Mən çünki 40'da onu vermişdim. Əlfərin müəllim də yada salaq, o bizim sinif rəhbərimiz idi. Həmişə mənə deyirdi, mənim həm də yeznəmdir, hamımız bir-birimizi çox gözəl tanıyırıq. Mənə deyirdi, ay bir təşkil eləyək, o çox şən oğlan idi, çox deyib, gülən, belə şeylər, tədbirlər keçirdən idi. Deyirdim ki, Rahib, sən oğlanları yığ, mən şəfəqə deyərəm, qızları yığam. Nəysə, o da qismət olmadı ona.
Allah onu da qəni-qəni rəhmət eləsin. Allah sinif yoldaşlarınızı da rəhmət eləsin. Sizə hamınıza can sağlığı arzulayıram. Ailənizin başınızın üstündə olun. Bundan sonra mehriban olaq. Çox istəyirəm. Çox istəyirəm. Heç olmasa ildə bir dəfə görüşək. Nə qədər səhhətimizlə bağlıdır. Valla belə bir görünməyimə baxmıyor ki, mən 5 gün yaxşıyam, 5 gün pişəm. Yəni səhhətimizlə. Heç naşükür deyiləm, qurban olma Allaha. Şükür Allahın böyüklüyünə. Bizə bu günü də qismət elədi, sağ-salamat gəlib çıxmışam bura. Yaşımızla əlaqəlidir. Mən naşükür adam deyiləm. Sağ olun, çox sağ olun. Bir daha deyirəm, təşkilatçılarınıza sağ olun, ürəklə, canlı qurban. Hamınıza. Çox sağ olun, çox sağ olun bu günü təşkil etdiyinizə görə. Şimdi doğrudan da bəlkə sizin üçün də belədir. Hər birinizi görəndə, istər oğlanlar, qızlar, mənim öz adımdan deyirəm, o 8-ci sinifdə keçsinizi görmüşdüm. O günlər, o xatirə mənim gözümdə canlanır. Da bugünkü simamız yox. Həmin o cür, necə görmüşəm, elənci idi. Sonra əlavə olaraq, bu məsləhətdir, sadəcə olaraq tövsiyədir. Nə qədər burada olacaq, 1 saat, 2 saat, 3 saat. Həmin o müddətdə, maşallah, görürəm, hamısı sinif yoldaşları qabiliyyətlidirlər, hörmətlidirlər. Maksimum çalışaq, əhval-ruhiyyəmizin, heç olmazsa buradakı müddətdə əhval-ruhiyyəmiz yüksək olsun. Yüksək də necə eləyə bilərik? Yalnız bir-birimizə xoş şən söz deməklər, sonra göz-gözə gələndə öyrətmək dövrü bu, gülümsəmək. Göz-gözə gələndə istər olaraq gülümsəmək. Yəni, həqiqətən də belədir. Siz də bilirsiniz, keçmişdən elə deyərlər, xəstələnmək əsəbləndir, filanlandır, indi təzə çıxıb stres deyirlər. Həqiqətən də onlarla da. Əhval-ruhiyyə yaxşı olanda, ümumiyyətlə, mən demirəm, profesör doktorlar deyir bunu, ümumiyyətlə orqanizmə xeyri var. Sağalmayı, xəstələməyi uzaqlaşdırır, əhval-ruhiyyə yüksək olanda. İndi mən də bunu sırf yoldaşlarım hesab edib, belənci fikrimdən keçən bir şeylər dedim. Çox sağ olun, hamınız üçün xoşdur. Həqiqətən mən o günləri izad elədim və müəllim üçün də dedim, gözümün qabağına gəldi, o misal çəkdirəm, Yaşar müəllim bizi dərsləyir. Bu ancaq xatirə vaxtıdır. İndi inşallah sizin də yadınıza xatirələr düşəndə, elənçi yada salanda, onları səsləndirəndə hamımıza da çox xoş gələcək ki, həm də bizim özümüzə aparacaqsınız ora. Sağ olun. Şükür ki, bu günə görüşdük. Qrupa girəndən bir ay yarım olar, mən qrupa girmişəm. Gözləyirdim ki, görəsən bu görüş necə alınacaq, görüşə biləcəyik, bilməyəcəyik. Əlbəttə, şükür ki, Allah imkan verdi, görüşdük və hamımızı belə şən, sağlam görməyimə görə sevinirəm. Əvvəl 3-4 qız idi, indi şükür qızlar biraz aktiv oldu, 9 nəfər oldu. İnşallah belə də davam eləyərik. Allah qismət eləyər, ildə, 3 ildə bir dəfə yenə belə görüşərik. Aydan da sözünə qüvvət verirəm, İzharın da sözünə, ədalətin də. Yəni, mehribanlıq olan yerdə hər şey var. Agresiv olmaq lazımdır. Biz bir-birimizdən bu yaşda gərək mehriban olaq. Qrupda nə söz-söhbət varsa, təbii ki, onların yarısı zarafatdır, yarısı xatirələrdir, birinə pis təsir eləyər, birinə yaxşı eləyər. Bir-birimizə keçməliyik. Yəni, bizim yaşımızın o vaxtıdır. Yenə də hamımızı salamlayıram, çox şükür, bundan da sağlam. İnşallah gələn il belə görüşək. Kimin də xoş deyirəm, nə xatirəsi varsa, məktəb illərindən danışsın, kimdə qalıbsa. Sağ olun, diqqətinizə görə. İsar qardaşımı da alışlayıram. Əlbəttə, buradan da mehribançılıqdan başqa heç nə ola bilməz. Heç nə. Yəni, bizim nə yaşımız ona imkan verir, nə xasiyyətimiz. Sağ ola, hamımızın canı salamat olsun, bir dənə can sağlığı arzulayıram. Misal üçün, Fərasat qardaşım orada o tərəfi Gül məclisi şadlandırır, aparır. Biz burada, yəni Allah'tan hamımıza can sağlığı arzulayıram. Hamımıza. Sağ olun. Sizi görməyimə çox sevindim. Əziz sinif uşaqları, oğlanlar, qızlar. Elə bildim, ən yaxın bir bilirsiniz necə, mən belə təbii, heç kimlə çox vaxt əl verib ya öpüb. Mən elə bildim, öz qardaşlarımla, bacılarımla, 50 ildən sonra bəzisi mən görmüşəm. İnan ki, mənim sevincimin həddi hüdudu yoxdur. Ən əziz insanları görmüşəm. Allah bizə həmişə bir-birimizə mehriban eləsin, can sağlığı versin bizə. Görüşək, tez-tez görüşək. İndi gənc olmuşuq, bilməmişik, hər anın başı ailə ilə, uşaqla qatışır. İndi biraz rahatlıq vaxtıdır.
Ona görə bəlkə bir-birimiz ona görə yada salmışıq. Bir də qardaşım Mübarizə çox sağ ol deyirəm ki, əvvəl məni qrupa saldı. Mən onu tapdım hardansa. Sonra biz 1 ay, 2 ay, hə qardaşım düz deyirəm, yazışdıq. Sonra isə mən Şəfəqə dedim. Dedi ki, bəs səni salım qrupa. Dedim ki, tərəddüd nə üçün elədim? Yəni, belə pis mənada yox, utandığımdan görə. Hə, dedim ki, bəs biri də olsun da sonra. Sonra Şəfəqə dedim, Şəfəq sözsüz. Girmədim, sözsüz dedi, hə Şəfəq. Mən keçdim, sonra Şəfəq. Sonra Aydiyə dedim, Ayda tərəddüd elədi. Yox, mən qocalmışam, mən girib bilmərəm. Sonra nəsə Şəfəq girdi, Aydən də sonra yola gətirdi, yəni danışdı. Sonra Rəsmiyə müəlliməni, Allah Rəsmiyə də canı sağlam eləsin, bizim məktəbdə zəhmətkeş müəllimlərimizdən biridir. Allah onun bir dənə balasını saxlasın. Allah hamıza can sağlığı versin. Gözəl günlər, irəlidə qalan ömrümüzü gözəl, şən, sağlam keçirdər. Allah bizə belə sağlam, yenə belə can qismət eləsin ki, Allah qoysa bir dəfə yox, ardıcıl olsun, axırıncı olmasın, görüşək inşallah. Hamıza can sağlığı, hamınızı çox istəyirəm, mənim əzizlərimsiniz, bacı qardaşımsınız. Sağ olun, çox sağ olun. Çox sağ ol, Ədəb. Birinci elə bunu təşkil edən Sən Boşluğun Məşəqə digər dostlarımız minnətlərimizi bildiririk. Ondan sonra deyim ki, bundan da əvvəl mən deyim ki, mən kənddə az olmamda çoxunu görə bilmədim. Bunu çox görürdüm. Hərdən fərasat görürdüm. Bir də rəhmətli Firdevsini çox görürdüm. Mən onlara neçə ildir dedim ki, bunu təşkil edin, siz kənddəsiniz. Bəlkə səhv dedim, cəhəlmədim. Bir mən yığmış onları, bunu gəlin ya orada mən keçirdirəm, ya burada keçirdirəm, nəysə eləyək. Bu çoxdan mən təşəbbüskar edim, ancaq mənə qulaq asal olmadı. O Firdevs getdi rəhmət aldı, rəhmət eləsin. Buna da nə var dedim, nə bilim, cavabı da ki, demişəm, demişəm. Mən dedim, bunu təşkil edəm, çox gözəl. Bu gün nə qədər bir şad olur, nə qədər bir gözəl belə, ən əzizlərimizi görürlər, ən belə bir-bizə mehriban, bir-bizə mehriban. Rəziyə xanım məni 15 il görür, iş yerimə görür, məni yanına düz keçir, bəni salam verir. Görürəm, bu təbii çıxsın da, görürəm paqordularla da, axı utanırım buna yaxın getməyə. Təşəbbüs də mənim öz yaxın dostumun qonşusudur Ailəbey. Yaxın bir dostum Ailəbey'e girdiğin hanım, onun qapı qonşusudur. Ələskər girdi, bilirsiniz. Salamlar olsun. Öpürəm sizi, sağ olun. Mən də sizə hamıza can sağlığı arzu edirəm. Allah bu günümüzü davamçı eləsin. Cahil bəyə bir dənə söz qaçdı ağzından. Dedi, ad günlər var da, gündə bir ildə bir hərən bir ad günü var da. Belə tam da olmasa müəyyən adamlarla keçirmək mümkündür. Xeyir işlər var, onlarda iştirak eləyək. Ayda xanım dedi ki, bəs dünya kimi iştirak eləməmiş heç bir. Bunlar lazımdır. Bunlar lazımdır, düz deyil. Məsələn, deyib, hərən bir işi var. Hərə bir toya gedir iş yoldaşlarından, dostlarının. Görürsən orada mənim cümlə yadımda fikir vermişəm. Görürsən deyir, dostum, sinif yoldaşlarım gəlsin oynayayım. Mən bunu istəyir görmüşəm, Bakın toylarında da burada. Görün bizdə bu yoxdur. Bu nasıl olacaq? Görürəm ki, bu nasıl olacaq? Vallahi bu yaxşı şeydir. Çox gözəl, çox razı. Allah bunu yaradanlara can sağlığı versin. Təşkilatlar can sağlığı versin. Orada danışırlar, gələ bilmirlər, onlara da burada qismət versin. Mübarək. Deyirəm ki, orada danışırlar, bura gələ bilmirlər, onlara da bugün qismət olsun. O yoldaşlara da ölür. Onlara da Arif, salam, sənin qadan var. Mən ölüyorum, problem yok. Hürmetli sınıf yoldaşlar, bacılar, hanımlar, beyler, her vaktiniz hayır olsun inşallah. Sağ ol. Allah'ın bize nasip ettiği güzel günlerde bir de olsa Qardaşlarını, bacılarını. Mən də Şəfəqdən gedib gəldim. Biri daim oldu, biri bir oldu. O gündən bu günə kimi çox sevinib, bu günü gözləyirəm. Elə bir sizə burada qardaşlarımla, bacılarla görüşəcəyəm. Mən bunları görəndə elə bir 17 yaşında son günü ayrılmışım. Bu həmin hissləri keçirdim. Çox istərdim onları görüm, gördüm də inşallah. Allah qismət eləsin, yenə də görüşək. Hamımıza can sağlığı arzu edirəm.
hamımıza uzun ömür arzulayıram. Bir də sağlam can arzulayıram. Ölənlərimizi, ölən sinif yoldaşlarımızı, qardaşlarımızı, bacılarımızı Allah rəhmət eləsin. Çox sağ olun. Uzun zamandan sonra biz qoca da olmasın, ahıl vaxtımızda görüşdük. Ahıl vaxtı. Allah hamımızın canı salamat eləsin, hamımıza xoşbəxtlik, saadət, uzun ömür arzulayır. Hamımızın Allah balalarını xoşbəxt eləsin, nəvələrimizi xoşbəxt eləsin. Hamımızın öz canınızı, ailəmizin canını salamat eləsin. Doğru. Mən də hamımıza xoşbəxtlik arzu edirəm. Görüşmüşük yenə bir də sağlıq, salamatçılıq olsun. Yenə də görüşərik. İnşallah. Sağ olun. Özdən müğayət olun. Yoldaşlarım, bacılarım, qardaşlarım, mən də sizi bugün münasibəti ilə bir yeri 50 ildən sonra yığışdığımıza görə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Düzünü mən bunun bu dərəcədə belə qabardılmasını heç gözləmirdim. Ədalət deyəndə ki, biz təzə məktəbə gedəcəyik. Mən düzünü tərəddüd elədim. Dedim ki, orada heç nə bizi belə çəkən heç nə yoxdur. Daldan ki, ədalət qrupa səs atlayım, mən o təklifi bəyəndim və öz təşəkkürümü ədalət qardaşıma da bildirirəm. Burada əməyi olanlara bildirirəm. Kim zəhmət çəkib bu yığıncağın bu yerə gəlib çıxmasından. Onlara çoxlu təşəkkürlər edirəm öz adımdan. Hamımızın, indi düzdür bizim evlatlarımızın toyu olur. Hamımız heç bir-birimizi tanımamışıq. 50 ildən sonra burada, çoxun elə mən burada gördüm, tanıdım. Amma indən belə Allah hamımıza nəvə toyu qismət eləsin. Bəlkə nəvə toyunda desiniz, bir-birimizin gələrik. Xeyir işlərinə inşallah gələrik. Mən də sizə can sağlığı, sağlam ömür, mənalı ömür, xoşbəxt günlər arzulayıram. Sağ olun. Bugün bura yığışmağımız mənə çox xoşdur. Təsəvvür edirsiniz, 50 ildən sonra bir-birimizi görmək, bu mehribançılıq, həddi hududu yoxdur bu mehribançılıq. Mən çox sevinirəm uşaqlar. Allah o gün olsun, subaylarımızın toyunda, nəvələrimizin toyunda iştirak edəyək. Və bir ildən sonra, 2 ildən sonra uşaqlar necə təklif edər, elənki də yığışaq, belə mehribancasını xoşlayın. Vallahi deyəyin, güləyin, xoş keçsin vallahi. Allah hamımızın canı salamat eləsin vallahi. O gün olsun, hamımızın subaylarının toyunda, nəvələrin toyunda iştirak edək. Çox sağ olun. Bizi də bugün kim burada təşkil edib, bizi yığıb, sağ olsun. Mən də 45 ildir uşaqları görmürdüm. Görməyimə görə çox şad oldum, sağ olun. Allah sizə uzun ömür versin, can sağlığı versin. Həmişə yaxşı günlərdə olsun. Sağ olun. Sağ olun. Allah canlarını sağ olun. Həmişə bir yerdə olsunlar. Bu həyatımızın tarixçəsinə ən qızıl hərflərlə bizə deyərik, yazılan bir gündür. Bizim həyat tariximizə. Hamımızı salamlayıram, gözəl günlər arzulayıram. Düzdür, bəziləri aramızda yoxdur, sinif yoldaşlarımızın, bacı qardaşlarımızdan yoxdur. Eyni zamanda bir şey deyim ki, burada elə olur ki, bacı qardaşlarımızdan eləsə həyat yoldaşını, eləsə xanımını itirib. Allah onlarda rəhmət eləsin. Və yoldaşlar arasında eləsi var ki, həyatın belə bir qayda qanunu var ki, həmişə ata, ana, evlad çiynində gedəndə yaxşı olur. Ancaq ən böyük dərdlərdən biri də odur ki, ata evladı atanın çiynində gedir. Həmin uşaqlardan burada bizdə tanıdığım həm oğlum mübarizdir, 3 evlad itirib. Allah rəhmət eləsin, çox yeni 70 yaşında itiriblər. Allah ona səbir versin, Allah canı sağ eləsin, ailəsinin üstünə əski olmasın. Vallahi mən sevincimin həddidir, həyatda çox sevinci günlərim, arzularıma çox çatmışam. Ancaq bu da istəklərimdən biridir. Düzdür, köhnə məktəb fikirləşirdim.
Sağ olsun ki, Ədalət müəllim bu gözəl günləri yaratdı. Onun da zəhməti böyüdü. Çox sağ olsun. Siz də zəhmət sağ çəkirsiniz. Hamımıza minnətdaram. Allah canınızı sağ eləsin. Dostun qrupda əski olmayasınız. İnşallah yenə iştirak edəyim, birimizin səsini işləyim. O qədər səssiz incədir ki, o bir gün qalmaq olmur. İstəyirəm elə girim o səsi eşidib. Bilmirəm, elə söz deyir ki, istəmirəm, deyirəm ya büyündən qutardı. Yenə gedirəm özümü saxlayamirəm. Deyirəm ki, yoxman baxmalıyım, işləməliyim. Məktəbə necə küsürdü? Ona görə doymaq olmur. Səssizdən də Allah sizin hamınızı canı sağ eləsin. Ailənizin üstündən əski olmayasınız. Mənim dediklərim bu qədər. Gözəl günlər qismət olsun inşallah. Allah arzuları çatdırsınlar. Sağ olsunlar ki, bu yığıncağı təşkil ediblər. Çox sağ olsunlar. Belə mehribançılıq hər adama qismət olmur. Şükür ki, 50 ildən sonra yaxşı bu günü gördük biz, sevindim vallahi. Hamısına da duaçı oldum. O Şəfəqə də dedim həmən günü, ilk gündən. Dedi ki, əmoğlu ədalət təşkil eləmək istəyir. Dedim, o da mənim elə qardaşımdır. Sevindimdən Azərə zəng elədim, həmin dəqiqə. Dedim, gələndə də o ilə gəldim. Sağ olsun, Allah canınızı sağ eləsin, mehriban olasınız. Bir-birimizdən həmişə belə mehriban olar. Allah sizə can sağlığı versin, əsas can sağlığıdır. Mehribançılıq versin. Xoş günlər görək bundan sonra da. Şükür olsun ki, Allaha 50 ildən sonra bir yerə yığışa bildik. Demək olar ki, bu uşaqların içində mənəm, hamısını oxumuşam. Hər sinifdə oxumuşam mən. Ona görə ki, deyilən bütün sözlər deyilir. Mən öz sinif yoldaşlarıma möhkəm can sağlığı, insan qocalır, yaş gedir. Ən gözəl ruh sağlamlığı arzulayıram, ruhan gözəl olsunlar. Allah'ın köməkliyi. Sağ olun. Ədalət, İsa, Rafi, Güloğlan. İndi belə saymaqla tutaran deyil, Allah bizi biraz da mehriban eləsin, biraz da belə təmtəraqlı eləsin. Mənim fikrimdir, insan həyatında o körpə olanda istəkli olur, bir də ki, yaşlı olanda. Ailədə də, belə kənarda da, məclisdə də, hər bir yerdə. Böyük olanda, ağsaqqal olanda belə ağsaqqal. Hamısı görürsən ki, yer görsədir, hamısı görürsən ki, söz verir. Kimsə danışır, kimsə belə nəsə eləmək istəyir, onu saxlayır, deyir, qoy, ağsaqqal sözünü desin. Bugünkü gündə biz həmən gündük bu günləri. Allah bizə can sağlığı versin. İndi hamımız dedik, indi bu olanlar, olmayanlar hamısı bizim ürəyimizdə, qəlbimizdədir, bizim sinif yoldaşlarımızdır. Kimsə buradadır, kimsə burada yoxdur, fərq eləməz. Ürəkləri bizimlədir. Allah bizi biraz da mehriban eləsin. Da bu ardıcıl olaraq deməyim odur ki, davam eləsin. Həmişə bir-birimizi yad eləyək. Düz 50 il keçib, indi mən kimisə tanımadım, ya kimsə məni tanımadı, ya belənçinə. Bu tanışlıq da bundan sonra qaynası yoxdur. Elə deyil, uşaqdır, böyüyür, bu həddə gəlib çatmışıq, indi şükür Allaha. Arzum budur ki, balaların xeyir işində inşallah. Vallahi Allah'ın da olsun, indi sözün düzüdə həyat belə gətirib, mən heç öz evladımın yer gəlmişəm, oğlumun, qızın toyunda olmamışam. Belə tanımadığım adam, yəni qohum, əqrəbəm, məsələn, toy məclisində iştirak eləmişəm, belə sözümü də görmüşəm, söhbət ondan gedmir. İndi bir dənə Məhəmməd balam qalıb, Allah hamısının canını sağ eləsin, qismət ilahi. Bir də hələ Yüngül Bəsər bu nəvə toy elədim, özüm çünki nəvə olmuşam ağa. Hamımız bəllidir də, bunu bilirsiniz. 2 yaşında mənə götürüb saxlayırlar. Mən də meyilliyəm buna. Bu uşağa. Vallahi Allah'a da olsun. Hələ o ilə nəfəs Allah'ım belə deyir sözü. Allah bir də deyirəm, bizi mehriban eləsin, bizi canımızı salamət eləsin. Sözüm, söhbətim biraz uzansa da, gəl üzürlü hesab eləyəsiniz. Çünki bu ürəkdən gələn sözlük vallahi çoxdur, belə həddi nə deyirəm. Say hesabı yoxdur. Allah can sağlığı versin hamımızın. Xoş oldu mənim üçün belə bugünkü gün sevincli gün, mən qurban olum Allaha. Həyatımda mən belə gün görməmişdim.
Sağ olun, var olun. Mən bundan qabaq elə TikTokda, zadda baxardım telefonda, qibdə eləyərdim. Nəyə? Görərdim ki, sinif yoldaşları görüşürlər, toylarda iştirak edirlər. Elə deyərdim özümdə fikirləşərdim, Allah, görəsən o gün bizə də qismət olacaq. Biz də görüşəcək bir yerdə olacaq. Şükür Allaha ki, o gün oldu. Qardaşlarımız, Arif qardaşım, Ədalət qardaşımın sayəsində bu iş təşkil oldu, yığılır bir yerə. İndi evdən çıxanda nəvəm məni yola salır, deyərək ki, dədə hara geçsən, deyirəm sinif yoldaşlarımla görüşməyə. Onlar kim, dedə? Dedim, onlar mənim canlarım. O, və mən sən nəyinəm? Dedim, sən də mənim canımsa, onlar da mənim canlarımdır. Gedirəm onlardan görüşməyə, 50 ildir biz görüşmürük, indi gedirəm onlardan görüşməyə. Deyim, onda məndən onlar hamısına salam deyəsən. Dedim, başlayalım. Allah salam. İndi Allahın köməkliyi ilə biz, necə deyərlər, biz bir-birimizin, heç bir-birimizin xeyriyle şərində olmamışıq. İnşallah Allah qoysa bundan sonra Allah bizə qismət eləsə. İndi uşaqlar qalanımız varsa, qalanımız var. Raqifin oğlu var, Fərasətin qızı var. Allahın köməkli olardı işte. Sonradakı nəvələrimizdə bir-birimizi sayarıq, bir-birimizlə görüşərik. O olaq laf gözəl. Fəxr edirik biz onunla. Hamınızı salamlayıram, hamınızı əzizləyirəm, hamınız mənim canlarımsınız. Bugün bura yığılmağımız yəni səbəb odur ki, bizim 50 illiyimiz və həmçində qızıl yubileyimizdir İltimas müəllim. Ona görə hamımızı bugünkü gün münasibəti ilə uzun ömür, sağlam can sağlığı arzulayıram. Bizim qrupumuz bir ildən çox da fəaliyyət göstərir. Qrupumuzda mehribançılıq, səmimiyyətli var və mən arzu edirəm ki, bundan sonra da bizim qrupumuzda sıx mehribançılıq olsun. Mehribançılıq olan yerdə nə istəsin tapa bilərsin. Mehriban yaşamaq çox gözəl adətdir. Mən də uca tuturam o adəti. Mehriban yaşamaq ən böyük səadətdir İltimas. Dünyaya dəyişmərəm, mən o səadəti. Bu günləri mən elə hesab edirəm ki, bugünkü günümüz yəni bizim üçün əvəz olunmaz. Heç vaxt yaddan çıxmayaq və şərəfli günlərimizdən biridir. Dahilərin belə bir sözü var, yəni ki, alimlərimizin belə bir sözü var. Deyir, insan dünyaya gələndə elə gəlmir ki, həmişə şənliklər, toy şənlikləri, yəni belə gəzmək, dolanmaq. Yəni onların elə bir günü ilə qəmli, kədərli günləri olur. Ona görə bu günləri bizim qəmli günlərimiz ondan ibarətdir ki, bizim sinif yoldaşlarımız yoxdur bizim aramızda. Ona görə mən hesab edirəm ki, bu günləri bizim uca Allahımızın izni ilə bizim o sinif yoldaşlarımızın da ruhları inşallah bizi ilə bərabər olur. Allah onları rəhmət eləsin. Hoş gəlmişsiniz. Allah sizə can sağlığı, uzun ömür. Allah canınızı salamat eləsin. Sağ olun. Mənim üçün ən dəyərli, ən qiymətli dostlarsınız. Deyir, hər yoldan ötənə dost demək olmaz. Dost odur ki, arada düz ilqar olsun. Dost var yaman gündə tutar əlindən, qurtarar səni düşmənin fitnə feylindən. Dost var yalandan gülər üzüvə, ovuzla torpağı tökər gözüvə. Dost var öz cibinin dostudur ancaq, öz cibinə vurar yekə bir sancaq. Ey dostum, dostlarını çəkiz imtihana, dostluq kimdədir, ona sirdaş. Əgər laqil deyilsə bir bahara tap, nə qədər gec deyil, elə dostlardan uzaqlaş. Qızıla, gümüşə uyma dünyada, vermə pul yığmaqla ömrünü bada. Nəfsin kəsilməmiş belə dostlarınızla yeyirsiz, öldün düşmək yer bunu sal yada. Hamıza minnətlər bildirəm. Sizin xatirinizə, mən 8-ci sinifdə oxuyurdum. Bir dəfə uşaqlar, daha doğrusu 6 ayda, Alparmam deyir ki, Nərmanın gözəl səs var, bir dənə artıq. Deyir, nə oxuyursan? Deyir, mən bir dənə. Onda gətir yatağında bir dənə xəstə var idi.
Nəsə mən oxumağa başladım, kimi söhbət edir, kim nəsə. Əlfarman birdən qət deyir ki, dəniz indi ananı ölən yeridir. Bax, həmin epizodda. Mən istəyirəm ki, həmin xatirə görə onun da ruhu şad olsun, bir ana haqqında bir şey oxumaq istəyirəm. Deyir də ana qoy soğumasın. Haydi. Alışıram şamlar kimi, düşəndə hər sözün ana. Yoxsa məni yetim qoydun, bilə özün ana. Mənə ömür diləyirdin, arzuma gül ələyirdin. Hey, açıb bələyirdin, çəkirdin oğul nazın ana. Arılar tək sızıldaram, ana sənsiz mən biqararam. Cüyür tək hey axtararam, bulaqlardan izin ana. Şəmşirəm ağlar sərvin azdım, dərdi üz verdi, nələr yazdım. Vallah 100 yaşında qocalmazdım, mənə baxsa üzün ana. Aman ay, aman acay. Ana hamımız üçün əzizdir əziz, ata-ananın qədrini bilməlik biz. Atadır, anadır dünyanın var canı. Ata-anadan dünyada şirin şeyhanı. Ana de dərdini mən sənə qurban, de yine dərdinə çare eylərəm. De görüm ay ana sənə nə olub, səndən ötürü öz ağ günümü qara eylərəm. Aman ay, aman ay canım. Onu yalçaldan da ucaldan da biz, derdileri qədəhdir ucaldan da biz. Qədrini bilən də qocalan da biz, qədrini bilən də qocalan da biz. Həmişə cavandır ana ürəyi, ağlayan kamandır ana ürəyi. Sağ olun. Bəlkə səhvdədir, bağışlayacaq. Sağ olun. Sağ olun. Allah hamımızı var eləsin. Bir yere tebrik eden var. O gün olsun bir yerde hamımız bir yerde yuşar, hamımız bir yerde de bu gece bugün biraz bir yerde biraz bir şey dedi. Ya dinle ne olma, var mı olma? Vəkillər deyil. Əziz və hörmətli qardaşlar və xatırlar, Allah sizə can sağlığı, Allah sizə ömrünüzü, bərəkət versin. Allah sizə həmişə mehriban eləsin, həmişə təbiyyət və çox niyyətlər, boş arzularla bir olar. O gün olsun, gələn görək belə yaxından, deyək, hamımız belə mehriban yüzlərlə, boşluklarla Allah'a kuşdan qalıb olsun, Allah'a ömrünlər və bərəkət versin. Bütün hamımız bağırımız. Vay gene. Bakmaslardır. Əziz və hörmətli bacı qardaşlarım, bugünkü günümüzdə uzaq yerdə də olsun, mən çox uzaq deyirəm, yaxın deyəm, uzaqda olanda hər birimizin qəlbimiz sizin yanınızdadır. Bugünkü günümüzdə görə ədalətə çox minnətdarım. Təvəkkülə ədalət qardaşımız, ədalətə minnətdarım ədalətə. Allah hər birimizin ruhumuzu salamat eləsin. Bugün olsun, xeyir işlərdə oturaq, şadlıqlarda yığılışaq, Allah'ın izniyle. Allah her birimizin Vesibetle gəlirəm, biz o tərəfə. Böyle baxdım, gördüm, 3 dənə qız gəlir. Bir də baxdım, gördüm, bizim sinif qızlardır. O da kimdir? Şəfəq, Rəziyə, Aydın. Belə üz-düz gəlir. Mən də vesibetle gəldim, bunlar çıxdığında da bir tərəfinə keçmədən də Şəfəq tərəfdən keçib getmək istəyirəm.
Keçəndə bu xuliqan olanlar ki, bir ayağım atdım mənim qabaqda gəldim qabaqda. Mən rulu belə vurdum. Az qalam aşağı özümü düzəltdim. Uşağım bax indi çıxdı aşağı belə utanıram. Qayıtdım öz-özümü mızırlandım ki, qızım axı getdim. Getdim onun ardıcan da, inanın ki 52 ildir birinci kərəm danışıram bunu. Gərək Şəfəqə danışaydım. Şəfəqə 52 il rast gəlməmişim, necə çox uzun. Nəysə getdim, bizim 4-5 nəfər velosiped sürənlərimiz var idi. Ən kiçiyi də mən idim. Vəfadar mənim 2 il böyüdü və yapar. Dedim, uşaqlara deyim beləcə. Sonra utandım ki, deyərəm, deyəcəklər, bura qız qorxudu səni. Səsi kəsdim, onu deməli. Yəni, bu mənim üçün xuliqanlıq elədi orada. Az qaldım başqa. Elə xasiyyətim var idi, kəsədim qabağı. Mən ayağım belə atdım. Elə xasiyyətim var idi. Hə, velosipedin qabaqda gəldim. Mən də ayağımı topdalamayıb.
Hörmətli sinif yoldaşlarımız, şükür Allah'a ki, bugünkü gün bizə qismət oldu. Bunu sağ-salamatlıqla keçirdi. O gün olsun ki, bundan sonraki günlərimizdə hər il bunu qeyd edə bilər. Sağ-salamatlıqla, can sağlıqla. Allah Teala onu bizə qismət eləsin. Hamıza can sağlığı arzulayın, gəlmişsiniz, çox sağ olun. Dəvətimizi qəbul eləmişsiniz. Əziyyət çəkənlərə, hamımız burada əziyyət çəkir, təkcə mən yox. Hamısı əziyyət çəkir burada. Ona görə də hamımıza minnətdarlığımı bildirir. İnşallah indi yenə də bir fikrə gələcək, bir rəyimiz olacaq, təklif edəcək. Qəbul eləsə, deməli, hər il görüşəcək Allah'ın.